Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qonağımız Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsumovadır. Xoş gəlmisiniz Günay xanım. Çox sağ olun, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul elədiniz. Əminəm ki, hər kəs izləmədə olacaq. Çünki elə bir maraqlı qonağımız var ki, bütün valideynlərin sualları nə qədər. Keçək suallarımıza başlayaq. Günay Məsumova kimdir? Günay Məsimova, Bakı Təhsil Məlumat Mərkəzinin rəhbəri, xaricdə təhsil üzrə mütəxəssis, təhsil eksperti. Məsuliyyətli bir missiya seçmisiniz özünüzə. Bax, bu işə başlamaq necə oldu? Necə yarandı bu fikir sizdə? Bir fikir kimi yaranmamışdı, bir ideya kimi yaranmamışdı. Uşaq vaxtı həmişə fikirləşirdim ki, elə bir böyük olacağam ki, uşaqları xoşbəxt eləmək üçün çalışacağam. Bilmirdim bu peşənin adı nədir, müəllim kimi görmürdüm özümü, amma arzum var idi ürəyimdə, belə deyim. Məktəb bitirdim, necə ki, Sovet sistemində hamı eyni qayda ilə getdiyi kimi. Belə alındı ki, mən xaricdə təhsil üçün müraciət etdim, iş belə gətirdi. Bəli. Təsadüfən oldu bu və bir təqaüd qazandım və İngiltərəyə təhsil üçün yollandım. Qısa müddətli təhsil idi, uzun deyildi. Sakit, səsi çıxmayan, özünə güvəni olmayan Günay tamamilə dəyişdi və elə bir doğrudan təhsil sistemi gördüm. Elə bir ab-havaya düşdüm ki, mən geri dönərkən məhz həyatımı bu cür davam etməyə qərar gəldim və o zamanları xarici təhsil ümumiyyətlə geniş deyildi. Təzə-təzə insanlar ümumiyyətlə xaricə gəzmək üçün gedirlər. Biz də birdən-birə başladıq ki, xaricdə təhsil almaq lazımdır. Yəni bax, bu işin başında duranlardanam deyə bilərəm və öz işimi assistentdən tutmuş, yəni hal-hazırda rəhbərəm, bu dönəmi gətirib çıxartmışam. 26 il edir. Daha çox. Daha çox. Artıq bu sferadasınız. Bilirsiniz, bu günün ən yaralı, ən ağrılı mövzusudur. Nəyə görə? Çünki son zamanlarda xaricdə təhsillə bağlı müraciətlər əminəm ki, çox olur. Bunu təsdiq edərsiniz. Valideynlər yəni imkanı çatanda, çatmayanda istəyir ki, uşaqları xaricdə təhsil alsın. Yəni bu bir valideynin arzusudur. Bəli. Amma aldanan valideynlər də olur. Günay xanım, bu mövzunu ətraflı belə geniş danışsanız, valideynlərimiz bir maariflənərdi. Niyə aldadırlar? Necə olur aldanmasınlar? Nə etməlidirlər? Bu mövzunu mən indi burada açsam, məni dayandıra bilməyəcəksiniz. Bir sutka buradayıq. Çünki bu mənim də yaralı yerimdə, hal-hazırda. Bilirsiniz, indi xaricdə təhsilə ümumiyyətlə biznes kimi baxan çoxdur və yaxşı gəlir yeri kimi görən çoxdur və bu məqsədlə bu dəqiqə demək olar ki, belə üzr istəyirəm ifadəmə görə kimə daş atırsan, gəlir deyir mən xarici təhsillə məşğulam. Taksiyə oturursan, deyir taksi şirkətim var, xarici təhsil şirkəti açmışam. Gedirsən, qabağında bir insan dayanıb, iki kəlmə sözü ard-ardı gətirə bilmir, deyir ki mən xarici təhsil mütəxəssisiyəm. Mən şoka düşürəm. Çünki deyirəm, mən illərimi bu sahəyə vermişəm. Belə də böyük mənada götürsə bir 30 ilə yaxındır artıq. Biz 29 yaşı olacaq. Bakı Təhsil Məlumat Mərkəzinin 29 yaşı olacaq bu mayda. İndi təsəvvür eləyin ki, bu mənim üçün nə qədər ağrılı bir prosesdir və ümumiyyətlə bu təhsilin sürükləndiyi yeri görəndə, o uçurumu görəndə lap dəhşətə gəlirəm. Aldananları görəndə lap dəhşətə gəlirəm və insanların nə dərəcədə yanlış yönləndirdiyini görəndə doğrudan mənə çox təsir eləyir. Ona görə yox ki, yenə deyirəm, rəqabət məsələsi deyil bu. Mən ümumiyyətlə özümə rəqib bəlkə 1-2-3 nəfər görürəm Azərbaycanda ki, onlar da doğrudan da xaricdə təhsil sahəsində uzun müddətdir, 20 ildən çoxdur çalışırlar, dürüst çalışırlar. Bunları mən özümə rəqib kimi görə bilərəm hardasa. O rəqib kimi gördüyüm adamlarla da ən maraqlısı odur ki, mən dostam. Çünki biz eyni missiyadır, eyni amala xidmət edirik. Bir gəncin gələcəyi. Gələcəyi üçün, bəli. Yəni burada yalan,
fırıldaq, aldatmaq olmaz. Mən makler deyirəm onlara. Bəli. Makler xislətli təhsil ekspertləri, yəni təhsilə aid olmayan adamlardır. Baş alıb gedirlər. Gözəl ofisləri var, çoxlu sərmayə qoyurlar bu işə və reklamları çoxdur, həddindən artıq reklam çoxdur. Mən həmişə deyirəm ki, bizim millətin evini yıxan Instagramdır. Instagramdan özünə həkim seçirlər, Instagramdan özünə müəllim seçirlər, kurs seçirlər. Olmaz belə. Bu barədə rahat danışa bilirəm, çünki ən azından yaşım, təcrübəm, bir də keçdiyim yol buna mənə imkan verir də. Mən də belə böyük-böyük danışmazdım əslində. İnsan biraz gərək əvvəl bir iş qoysun ortalığa, sonra özündən danışsın. Tələbəyə uyğun universitet seçilməlidir, əksinə yox. Universitetlərlə danışıq aparıb, ora tələbə doldurmaq, bu deməkdir ki, sən artıq bu gəncin marağında yox, öz marağında işləyirsən. Bu biznesdir. Bu sırf biznesdir. Mən həmişə deyirəm, deyəsən elə hamı biznes eləyir, biz təhsil eləyirik. Mən belə görürəm məsələni. Yenə deyirəm, buna mənim keçdiyim yol, təcrübəm imkan yaradır ki, mən bunları bax bu dərəcədə arxayın deyirəm. Bir də o qədər böyük bir risk alırlar ki, əsasən də bu oğlan uşaqlarından bağlıdır. Çünki onların bir əsgərlik dönəmi var, yaşları tələb edir ki, əsgərliyə getsin. Gözləyirlər ki, bəli mən xaricdə təhsil alacağam, son anda sürpriz. Bizim ailələr təhsilə çox meyillidirlər. Tək elə o əsgərlik məsələsinə görə deyil o. Ümumiyyətlə biz təhsili seçən həmişə olmuşuq. Mən həmişə bu misalı gətirirəm. Sən həkimə gəlirsən, əgər bu uşağın işi dərmanla düzələndirsə, əgər həkim bunu öz marağına görə, öz cibinə görə əməliyyata salırsa, bu cinayətdir. Əgər bu uşağın təhsili üçün bu dəqiqə Azərbaycanda oxumağı daha düzgündürsə, sonrakı taleyi üçün digər məsələlər var və bəlkə bu uşaq üçün bir imtahan lazımdır, 5 imtahan lazım deyil. Amma həmin o dediyim o cinayətkarlar deyirəm, bu uşağı sövq edir ki, həm o 5 imtahana yazılsın, həm o universitetlərə ki, özünə xeyirdir, onlara müraciət, bu ailəni borca xərcə salırsa, bu özü bir cinayətdir və uşağın da sonrakı mərhələlərində çox böyük xətalar törədir və ailəni pis vəziyyətə salır. Hansı vədləri verərkən onları eşidib aldanmasınlar ki, sən narahat olma, get mən bu sənədləri hazırlayacağam. Yəni hansı vədlər onlara bir siqnal olsun, buradan çatdırın ki, o vədləri siz duysaz, həmən o anda o məkandan uzaqlaşın. Burada bir təhlükə var, bir yeyinti var, siz dediyiniz kimi bir dələduzluq var. Birincisi, vədlərə inanmasınlar. Vəd belədir ki, heç kim 100% heç nəyi söz verə bilməz. 100%lik, çünki burada bir neçə tərəfin rolu var axı. Mən bir iş görürəm. Uşaq ortalığa nəticə qoymalıdır. Səfirliyin tərəfi var, universitetin tərəfi var. Bir şey ki 100% zəmanət verirlər, artıq orada demək ki təhlükədir. 100% zəmanət yoxdur. Əgər varsa deməli hansısa bir adı bəlli olmayan bir universitetdir. Onun nə diplomu sonra tanınacaq, nə ora ümumiyyətlə təhsil üçün getməyə dəyər. Bunu bir mənalı şəkildə düşünmək lazımdır. Sonra əgər bu deyirlər, 20 universitetə müraciət elədik, 30 universitetə müraciət elədik. Bax, bu özü böyük bir səhvdir. 20-30-a 30 universitetə müraciət eləmək o deməkdir ki, sən heç bir araşdırma eləməmisən. Sən ümumiyyətlə axtarmamısan ki, mən bu sahə üzrə hara getmək istəyirəm. Bu kütləvilikdir, bu çoxluq ortalığa keyfiyyət çıxartmayacaq. Yəni bu özü bir səhvdir. Hər şey şəffaf olmalıdır. Əgər siz prosesin özünü görmürsünüzsə və sizə ancaq verilən vədlər var və prosesi nə e-mail gördünüz, nə o esseni gördünüz, hansı qiymətlərlə müraciət olunub, nə olub, siz onu görmürsünüzsə, bu özü böyük bir səhvdir. Çünki bəzən elə sizə bir universitet vəd verirlər, amma əslində o universitetin müraciətini elə bərbad edirlər ki, siz ora qəbul olmayasınız. Çünki o onlara sərf eləmir. Və özlərinin sərf elədiyi universitetə müraciət edir. Görürsən, ora qəbul olmadı, oranı istəyirdin. Ora alınmadı, amma bura alındı. Məsələn, SAT-nin özünü deyək. SAT bir imtahandır. Bunu College Board edir Amerikada. Gözlərini döndüm. Onun da yolunu tapdılar. Müəllim girir uşağın yerinə, uşaq girir müəllimin yerinə. Bir hoqqalardan çıxarlar. Deyirəm, bu özü də bir nə bilim, bunlar gərək KVNŞ olardılar. Bunlar gərək, nə bilim, bu ideyanı düşünməyə, hələ bunu düşünmək var. Adları da bəllidir. Hər yerdə də bunu deyirəm, özə qorxmuram da. Yəni, bunlar doğrudan elə bir SAT satışını elə bir bazara çeviriblər də. Mən tələbənin dəstəkləməyin tərəfdarıyam. Məsələn deyirəm, olur da müəllimdir. Uşaq
4 alıb 5 yaş yazmaq olar. Hə, niyə Eynən. olmasın ki? Əgər Bəli, ona bəli. kömək eləyəcəksə. Yəni hardasa belə deyim də bu şirin yalanlar var ki, biraz uşağı dəstək məqsədi ilə nəsə eləmək olar. Bir də var ki, sən uşağı böyük bir yalana sürükləyirsən. Böyük bir, əlbəttə böyük məbləğlərdən gedir söhbət. Bəli. Sən bu uşağa imtahan aldırırsan, SAT imtahanı və anlamırsan ki, bilirsiniz, o adama heç nə olmayacaq. Satan sabahları ofisini burada bağlayıb o bir tərəfdə açacaq. Adını dəyişəcək. Bilirsiniz, indi 2-3 adam onu axtaracaq, tapacaq, biri döyəcək, oyunla da qutaracaq, məsələn deyirəm. Bu uşağın biz taleyində o nə deməkdir? SAT-nin yalan olduğu bilinsə, bu uşağın belə deyim, bir uşaq var idi, məsələn 5 illik İngiltərədən ban aldı. Yəni o bir də o imtahanı verə bilməyəcək. Uşağın 17 yaşında uşağın taleyin oynamaq nə deməkdir? Hələ mən onu demirəm ki, böyük mənada bu vətənə xainlikdir. Azərbaycanın adı artıq bütün o qara siyahılarda hallanır. Çünki bizdən gələn imtahan nəticələri artıq inanılmır. Nə təhsil sistemimizə bizim belə bir inam var xaricdə, nə indi bu SAT-lərə inam var. Biz də heç nə edə bilmirik. Mən görürəm o satılan SAT-lərə. Nə edim? Gedim kollec borda yazım ki, Azərbaycanda bu boyda fırıldaq baş verir. Gedib axı o təşkilatı bağlayan deyil, o kampaniyanın makleri bağlayan deyil. O götürüb Azərbaycandan ləğv eləyəcək hamının SAT-sini. Qurun oduna yaş dayanacaq. Mən niyə öz uşaqlarımıza bu pislik eləməliyəm ki də? Bunu istəmirəm axı, niyə öz ölkəmizə bu pislik eləməliyəm? İstəmirəm onu eləmək. Amma onlarla da mübarizə mümkün deyil də. Yəni baş alıb gedir, qorxmurlar, çəkinmirlər, bunu çox açıq-aşkar eləyirlər. Bilmirəm valla bunun tənzimləməsi haçana gəlib çıxacaq. Burada valideynin də Valideyn böyük məsuliyyəti var. Böyük günahı var. Çünki o özündə aldadır, uşağını da aldadır. Əslində qəbul hər şey demək deyil. Orada oxuya bilmək, yəni aldın əsasdır. sən bu SAT-ni. Sonrası nə olacaq axı? Elə deyirlər ki, yox, eybi yoxdur, biz ancaq aday üçün istəyirik. Adada oxumaq asandır. Adada oxumaq hamısından çətindir. Bəs siz bu yalancı SAT-lərlə kimi aldadırsınız? Özünüzü aldadırsınız ki, bir ilin ödənişini eləyəcəksiniz. Bu uşaq gedəcək, getdiyi kimi də necə gedib o cürdə qayıdacaq. Ya orada çalışacaq ki, köçürsün. Amerikada köçürtdün ya adam öldürdün, az qala eyni cinayətdir. O qədər orada həmin o cheating deyirlər. O qədər orada ona pis qarşılanır da. Ona görə valideynin siz nə lazımdır? Bu uşağı qabağına qoyub görsün ki, bu uşaq nə bacarır, kimdir, potensialı nədir? Onun potensialına uyğun da universitetləri var. Vacib deyil ki, hamı top universitet, top deyirik. Bu top universitet nədir? Gəlin bir başa düşək. Doğrudan top universitet nədir? Bəli, top universitet bu reytingi incələmək bacarığı olmalıdır. Nəyə görə bu universitet top universitet? Mən bunu hər dəfə də çıxış eləyəndə deyirəm. Bu bəlkə bir özünün tədqiqat işlərinə görə top universitetdir, amma sizin uşağınız məsələn yaxşı bir skills, bacarıqları var. Bəlkə bunun bir hansısa biznes bacarığı var. Bəlkə o yöndə bu uşağı inkişaf elətdirərsiniz. O cür universitetlərə müraciət edir. Vacib deyilmi hamı getsin bu həmin o tədqiqat universitetlərində oxuyub orada da mümkün deyil. Yəni sən orada doğrudan bir alim kafalı adam olmalısan ki, sən orada oxuyasan. Yəni tək top deməklə deyil. Mən demirəm top deyilsə ən axırdan da universitet demirəm. Yəni adı bayaq dedim, adı bəlli olmayan universitetlər var, akkreditasiyası olmayan universitetlər var. Bu gün var, sabah yoxdur. Bu gün adı belədir, sabah başqadır. Belə universitetlər çoxdur. Onların adı çox hallanır. Bilirsiniz, ölkələr var ki, ad çəkməyim, yaxşı, mən ölkə olaraq ad çəkmək istəmirəm, sonra ilişəcəklər dediyim sözlərə. Biraz ümumiləşdirilmiş deyim. Ümumiləşdirilmiş də deyəndə elə ölkələr var ki, əlbəttə həmin o elə bizim o zəif anlayışı olanlar belə vətəndaşlar üçün universitet açır. Adı, familiya yazırsan, keçirsən, oturursan, oxuyursan o universitetdə. Amma sabah o universitet heç bir yerdə nə tanınacaq, nə ancaq yəni pul verib oxursa. Ona görə əsas təhsildir. Əsas həmin sizin uşağınızdır, onun başında olandır. Bu xaricdə, universitet xaricdədir deyə, bu hələ yaxşı universitet demək deyil. Xaricdə azdır elə belə universitetlər, baş aldanan universitetlər. Çoxdur. Hər ölkədə var. Əgər başa düşürəm, xarici təhsil daha yaxşı düşünənlər var, ona can atanlar var. Amma hal-hazırda bakalavr üçün ailənin büdcəsi yoxdursa, azdırsa, bu ana, ata özünü öldürüb, borc eləyib, vacib deyil dursun, getsin uşağı göndərsin, boğazına çörək yeməsin. Yenə burada da kifayət qədər yaxşı universitetlər var və arzu
xaric arzusu varsa, ümumiyyətlə arzu odur ki, bu gün arzuladın, sabah yerinə yetən bir şey deyil. Arzu odur ki, onun üçün bir yol getməlisən də. Qoy bu yolu bakalavr buradan başlasın, yaxşı tələb olsun, Bəli. biraz böyüsün, özünə gəlsin. Ondan sonra xaricdə magistr imkanları daha çoxdur, təqaüdlər daha çoxdur. Yaxşı bakalavr təhsili olan, sonra o təqaüdlərdə iştirak edib, daha olgunlaşır uşaq. Onlara heç bizlər lazım deyilik. Heç o maklerlər lazım deyil ki, başını allatmaq olmayacaq. Ağıllı adam başını allatmaq olmur. Mən ağıllı adam gələndə hərdən valideyn gəlir ki, məni belə aldadıblar, deyir, belə pis də çıxmasın, deyirəm, yaxşı olur sənə. Sən ağlın hardaydı? Bir qulaq asardın, bir görərdin sənə nə deyirlər də. Bizə bu düşüncə nə üçün lazımdır? Göz niyə lazımdır? Qulaq niyə lazımdır? Fikir, yəni tənqidi düşüncə olmalıdır bu insanda ki, görün bunun dediklərinin hamısı o vədlər düzdürmü ya səhvdirmi? Qeyd etdiniz təqaüd proqramlarından bağlı. Aha. Məsələn, çox valideynlər var ki, ətrafımızdadır. Mənim oğlum da 11-ci sinifdə oxuyur. Təqaüd proqramlarına görə həm dövlət hesabına göndərilə bilər, həm də universitetin özündən ala bilərlər. Yəni bunun üçün nə etməlidirlər? Yəni bu realdırmı? Həqiqətən də bəzən elə yeni 11-ci sinifə keçəndə o vədlər elə orada da verilir ki, narahat olma, qoy SAT-ni versin və yaxud IELTS versin. Mən ona təqaüd proqramı hazırlayacağam. Gedəcək heç ödənişlə bağlı da narahatçılığınız olmayacaq. Yəni bunun o təqaüdü necə almaq olur? Yaxşı ki, bunu da Mümkündürmü, dediniz. mümkünsüzdür? Yaxşı ki, bunu da dedi. Sizə təqaüd vəd edən adamdan da qaçın. Sizə çoxlu şəkil göndərə bilər ki, baxın, bizim Instagram səhifəmizdə hamı təqaüd, 84 təqaüd. 84 təqaüd, məncə heç dövlətin özündə 84 təqaüd, yəni güya dövlət proqramıdır hamısı. Məncə heç dövlətin özündə 84 nəfər yoxdur təqaüd alan. Bunlar hardan çıxardıblar, bilmirəm. Instagram səhifəsi dediyim kimi, mən bilirəm o səhifələr necə doldurulur. İndi onu da deyərəm. Bütün işin mətbəxini açıram sizin üçün də. Amma mənə elə gəlir ki, mənim vətəndaş mövqeyimdir, mən bunları deməlidir. Kimsə deməlidir. Axırı bir ekrandan, bir YouTubedan, bir hardansa bu məlumat çatmalıdır. Sizi çağırmışıq da, Günay bilirik ki, açıq sözlüsünüz, danışacaqsınız. Bəli, qorxmuram da danışacağam da. Bu təqaüd məsələsinə gəldikdə, əgər uşaq fenomenal uşaq belə olsa, yəni çox yaxşı nəticələri belə olsa, hal-hazırda bizim bax bu dəqiqə 1600 SAT maksimum alan tələbəmiz var. Bax bizim və mənə elə gəlir Azərbaycanda ilk real 1600-dür. Çünki o biləri bilirəm. Hətta mən bu tələbəyə belə söz verə bilmərəm ki, sənin tam təqaüdün olacaq. Hətta ona belə söz verə bilmərəm. Çünki bu konkursdur, müsabiqədir. Təqaüd həmişə müsabiqədir. Sən heç vaxt arxayın ola bilməzsən ki, məhz bu uşaq təqaüddən keçəcək. Çünki burada bir neçə o seçim turu var və o turlardan birində siz insan faktorudur, müsahibə var. Bəlkə o müsahibə alanın bu uşağın, nə bilim, cavabı xoşuna gəlmədi. Esselər var. Bəlkə həmin o esseni oxuyan adam həmin günü keyfinə düşməyib bunun essesi. Yəni o qədər orada faktor var ki də. Bəli, bizim dövlətin təqaüd proqramı var. Bizim Azərbaycan dövlətinin təqaüd proqramı var. Orada da müsabiqə yolu ilə çox şəffafdır. Bunu buradan da demək istəyirəm. Hamı eşitsin, bilsin. Çox şəffaf bir sistemdir. Mən heç kimin elçiliyini eləməyə fikrim yoxdur. Həmin deməli proqramda da yenə də müsabiqədir. Müsabiqədən keçmək lazımdır. İstər yerli dövlət proqramı olsun, istər xaricdəki universitetlərin verdiyi təqaüd olsun. Bu böyük bir prosesdir və keçərsə tələbə nə yaxşı, amma bunu vəd eləmək olmur. Bunun üçün çalışmaq olar. Bütün gücünü ortaya qoymaq olar, amma vəd eləmək olmaz. Bunu valideyn bilməlidir. Bir də onu da deyim, həmişə valideynə deyirəm. Bir onu bilin ki, bakalavr üçün təqaüd proqramları daha az saydadır. Nəinki magistr üçün. Bunu həmişə vurğulayıram. Bizim dövlətimizin özündə də belədir. Bakalavra daha az yer ayrılır, magistra daha çox yer ayrılır ki, bu da səbəbi aydındır da. Bakalavr 17-18 yaşında uşaq üçün böyük bir belə deyim 4 ili üçün sərmayə qoymaq bəlkə də məqsədə uyğun deyil. Nəinki magistr üçün 1 il, 2 il təhsilinə sərmayə qoyub daha çox geri dönüş almaq olur həmin kadrdan. Bəs o sertifikatların çox olması, uşaqların fəal olması, bunların nə dərəcədə təsiri var? Bu vacibdirmi, olmalıdırmı? Siz elə yaxşı suallar verirsiniz. Gözləmədiyim suallar verirsiniz. Mən valideyn kimi sual verirsiniz. Özüm konsultasiyada hiss elədim. Sertifikat kağız yığınıdır.
bu lazımsızdır. Mən həmişə bunu valideynlərə bildirirəm, çünki görürəm gəlirlər, mənim özümdən sertifikat istəyənlər var, biraz belə məətəl qalıram. O sertifikat yığını valideynlər üçün çox vacibdir. Bunu da yəqin ki, onlara deyirlər. Və siz belə düşünmək lazımdır da, hamı nəsə satmaq istəyir. Bu valideyn yazığa hamı nəsə satmaq istəyir. Kurs satan var, imtahan satan var, sertifikat satan var. Heç nə bacarmırlar, keçiblər sertifikatlara. Bu sertifikat yığını lazım deyil, uşağın özünün eləmək istədikləri vacibdir. Ərizə formaları ki var, biz onu doldururuq, yazırıq, uşaq barəsində məlumatı göndəririk. Orada heç yükləməyə yeri yoxdur sertifikatı. Bunu həmişə deyəndə deyirəm, o common application var filan, UCAS var filan. Orada yer yoxdur ki, sən ora nəyisə doldurasan. Sən onu yazırsan, nəql eləyirsən. Storytelling deyirlər buna. Bu həmin o uşağın, tələbənin, şagirdin bir tarixçəsidir. Bu tarixçəsi bunun. Bunu elədim, onu elədim, paraşütdən atlandım, burada getdim, heyvanlara yemək verdim, oradan getdim, qocaların başını sığalladım, buradan getdim, xəstələr üçün mahnı oxudum, buradan getdim, ucqar bir kənddə ingilis dili dərsi dedim. Bir dərsə hamı hər şey öyrəndi. Bunlar hamısı fake-dir. Bunu da başa düşür. Bir də çox yazırlar ki, tibb universitetinə girmək istəyirlər xaricdə. Ya az qala bunlar da anadan olanın həkim işləyirlər. Həkimin yanında assistent işləyirlər də. Onlara bizi biraz qəribə gəlir. Amerika bunu oxuyanda deyir ki, necə bu boyda mötəbər hospitala 14 yaşında uşaq buraxıblar içəri. Bu yəni ağ yalan. Ya onlarda inam belə də doğurmur. Ona görə mən həmişə deyirəm, sertifikat yığınca uşağın inkişafı ilə məşğul olun. Məsələn, MUN deyirik, olimpiyada. Olimpiyada heç də, olimpiyadada aləmi düz alıb gedir. O xaricdəki universitet görəndə ki, siz hər şey eləmisiniz də, amma ortalıqda heç nə yoxdur. Bu onlar üçün maraqlı deyilsin, maraqlı tələbə deyilsin. Amma sən hansısa bir ideya ətrafında bəlkə də çox səmimi, çox adi bir iş görmüsən, amma bu sənin imkanların daxilində ən yaxşı eləyə biləcəyindir. Bax, bu rol oynayır. Birincisi, uşaq kimdir, o vacibdir. Ona görə onun elədiyi də vacibdir. Bunu əgər sən düzgün şəkildə təqdimatını edə bilirsənsə universitet onu anlayır, başa düşür. Uşağın şəxsi inkişafı üçün çalışın və hərdən valideyn soruşur, yay məktəbin sertifikat. Deyirəm, neyinirsən o yay məktəbin sertifikatını? Harada oynayacaq? Bu uşağın hələ 12 yaşı var. Bu universitetə qəbul olacaq hələ 18-17 yaşında. Bu haçansa gedib yay məktəbində əylənib. Bunu neyinir universitet? Ona maraqlı deyil. Bilirsiniz? Ona görə sadəcə o kağız doldurmaq lazım deyil. Çalışın uşaq bir iş görsün. Bir işin ucundan yapışsın. Özünü inkişaf elətdirsin, özünü tanısın. Çox gözəl. Mən bu mövzu ilə bağlı bir dənə sual verəcəm sizə. Məsələn, valideynlərin çoxu ailələrində ilk belə deyim də məzun olan övladlarla bağlı daha həyəcanlı olurlar, amma ikincidə daha təcrübəli olurlar. İlk uşaqda hətta digər şirkətlər hansı ki tez gətirin, artıq qəbullar açıldı, sənədlər toplanmalıdır, bu mütləq olmalıdır. Bu həyəcan siqnalını ötürür valideynə, valideyn başını itirir. Yəni o anda, yəni onun bir tarixi vardı. Onunla bağlı deyə bilərsiniz zəhmət olsa. Məsələn, Amerika üçün hansı tarixlərdə universitetlərə qəbul açılır, Avropa üçün nə vaxt açılır? Bunu da qeyd eləsəz sevinərəm. Əlbəttə, o da var. İndi çox tələsdirirlər, valideyni təşvişə salırlar, kontrakt deyə. Valideynə onu da deyim ki, həmişə bu təşvişdən də qaçın. Çünki şükür Allah, ChatGPT var da əlinizin altında. Bir yığın görün haçandır orada deadline. Bu yaxında bir məsələ olmuşdu elə. Valideyn özü deadline-ı, yəni son tarixi ChatGPT-dən soruşub öyrənmişdi. 15 oktyabr idi tibb üçün deadline, amma bunu ona şirkət deməmişdi və elə özünə apardı ki, güya hələ var. Elə eləmək lazımdır ki, nə gecikmək olsun, nə də həmin o təşvişə düşüb tez eləmək olsun. Çünki o tez eləmək də adamı çaşdırır. Orada da səhvlər ola bilər. Hər şeyin öz vaxtı var. Əgər birincisi, ancaq sonuncu sinifdə sənəd vermək mümkündür. Bir il qabaq mümkün deyil. Kimsə deyir, mən eşidirəm hərdən ki, early application deyirlər, tez müraciət. O tez müraciətdə yenə də sonuncu sinifə aiddir. Ya 11-ci sinifdəsə 11-ci sinifə, ya 12-ci sinifdəsə 12-ci sinifə. Bunu bir il qabaqdan eləmək mümkün deyil.
Siz çünki qəbul üçün attestatınız və yaxud IB diplomunuz, A-level diplomunuz bunlar olmalıdır. Belə deyərdim, ən tez müraciətləri olanlar adətən Amerikadır. Bəli. Bax, Amerikaya siz müraciət eləyəcəksinizsə, Amerikanın yüksək reytinqli universitetlərinə və yaxud o Ivy League dediyimiz universitetlərə müraciət eləyəcəksinizsə, bunların bəli, çox tezdir qəbul vaxtları. Hardasa bu ola bilər, deyək ki, noyabrın əvvəlləri. Daha doğrusu, oktyabra kimi siz artıq hazır olmalısınız. Eləcə də digər top universitetlər, Cambridge, Oxforddan əgər danışırıqsa və yaxud tibb sahəsindən danışırıqsa, onların da deadline-ı çox tezdir. Yəni son sənəd tarixləri çox tezdir. Oktyabrın 15-idir məsələn. Ondan öncə hələ imtahanlarına yazılmaq lazımdır onların. Yəni siz əgər tibbə top universitetlərə müraciət edirsinizsə, ən top universitetlərdən gedir söhbət, dünyanın ilk 10-luğuna, 15-yə müraciət edirsinizsə, o zaman bəli, işinizi bir neçə il qabaqdan başlayın, gedin və 10-cu sinifi bitirdiniz. Yəni 11-ci sinifə və yaxud 12-ci sinifə qədəm qoydunuz, artıq siz işə başlamalısınız. Sənədlər hazır olmalıdır. Bəli. Amma Şərqi Avropada deyək ki, daha gecdir, Qərbi Avropada biraz daha gecdir. Yanvardan sonradır müraciətlər çox vaxtı. Onda qəbula, o deadline-a bir ay öncə, bir ay qalmış da, yəni sizə müraciət edə bilərlər. Mən belə deyim də. Yoxsa 2 ay daha özlərini sığortalamaq üçün. Burada müxtəlifdir. Yenə də deyirəm, eyni format yoxdur. Çünki axı biz bilmirik bir tələbə üçün bu ölkələr keçərlidir, o biri tələbə üçün o ölkələr keçərlidir. Burada hər şey rol oynayır. Tələbənin hansı nəticələri var əlində? Bəli. Ailənin hansı büdcəsi var? Ailə nəyi düşünür? Vizyon olaraq nə düşünürlər? Büdcəni qoyaq qırağa. Vizyon olaraq nə düşünür ailə? Bunların hamısını üst-üstə toplayıb biz bir yol xəritəsi çizirik. Əsas odur ki, sizin getdiyiniz konsultant sizə yol xəritəsi çizsin. Sizə əsaslandıraraq başa salsın ki, bu uşağa görə, sizin ailəyə görə ən yaxşı mövcud variantlar A variantı hansıdır, B variantı hansıdır, digər variantlar hansıdır. Bunu etməlidir əslində. Çünki belə deyim də, xarici təhsil operator işi deyil. Onda belə də sənəddir də, hamısı yazılıb da, oturursan, doldurursan, biraz başı çıxan bunu eləyə bilər əslində özü də. Amma həmin o yol xəritəsini çəkmək daha çox bu ekspertə bunu edə bilər. Çünki bildiyi bir mövzudur, hər il işlədiyi bir şeydir. Bu məsələn biz həmişə səfərlərdəyik. Bu səfərlər hamısı boş deyil ki, gedirik, gəlirik, öyrənirik, sonra кейslərdən işləyirik. Bunlar hamısı bizə o ixtiyarı verir ki, bu uşaq üçün müəyyən bir yol çizək və riskləri da deyək, ən yaxşı variantları da deyək, riskləri da deyək. Yəni bizim yanaşmamız budur. Instagramımızı göstərib fəxr eləmək deyil. Günay xanım, biz sizin iş həyatınızdan danışdıq, çox ətraflı, geniş danışdıq. İndi istəyirəm sizin şəxsi, belə deyim, xarakterinizdən, həyatdakı yerinizdən, duruşunuzdan sizi tanımaq istəyirəm bir insan kimi də. İş həyatında bilirəm çox uğurlusunuz, belə də bir tanıyaq sizi. Günay xanım üçün risk edib addım atmaqmı, yoxsa zamanı gözləməkmi? Hansını seçərdiniz? Günay xanım, yəqin ki, düzgün qərar verməyi seçir. Bu düzgün qərar verməkdə situasiya nasıldır? Bəzən risk tələb eləyir, bəzən zamanı gözləmək tələb eləyir. Yəni həyatımda bu cür addımlamışam. Biz 29 ildir artıq bu sahədəsiz, iş həyatındasınız. Bax, özünüz də qeyd etdiniz, nə qədər ağır və çətin bir iş prosesiniz var. Heç elə olubmu ki, məsələn, yorulasınız deyə siz artıq bitdi, mən bu işi buraxıram. Axır son zamanlar çox yoruluram. Məhz elə ona görə yoruluram. Çünki deyirəm, qabaq bizdə iş başqa cür idi, hörməti də başqa idi. Mən artıq əvvəllər deyəndə xaricdə təhsil, yəni doğrudan da təhsildən gedir söhbət. İndi elə bir vəziyyətdir ki, ölkədə xarici təhsil deyəndə, mütəxəssis deyəndə o aldan adamlar neqativini o qədər töküb ki, ya belə bir hörmətsiz bir yerə gəlib çıxıb da bu məsələ. Uşaqları sevən komandamız var və biz periodik olur ki, qışda və yayda yay məktəbləri eləyirik. Özümüz hazırlayırıq o proqramı. Xaricə getməklər ayrı, bir də özümüzün elədiyi proqram var. Əvvəldən axıra kimi özüm bir 10 günlük, bir 2 həftəlik yay məktəbləri olur. Bax, mən o uşaqların içərisinə ki girirəm. Mən o işi ki görürəm. Mən görürəm o gözlərdəki qığılcımı. Mən görürəm
biz ən belə utancaq uşağı, ən sakit uşağı 2 həftə sonra biz onda hansısa bir istedad kəşf eləyəndə, onun gözünün açılmağına kömək eləyəndə, onun danışmağına kömək eləyəndə və doğrudan da ona yeni bir bacarıqlar öyrədəndə onda çox xoşbəxt oluram. Mən yəqin ki, belə bax saxlayan odur. Ona görə hərdən soruşurlar ki, siz bəyəm işiniz yay məktəbləri. Deyirəm, yay məktəbləri mənim ilham aldığım işdir. Amma bizim əsas işimiz əlbəttə akademik təhsildir və xaricə tələbələrin yönləndirilməsidir. Günay xanım, siz həm də ən duyğusal, ruhumuzu oxşayan misraların müəllifi, şair Baba Vəziroğlunun qızısınız. Bax, sizdə o poeziyaya olan sevgi, atanızdan o genlə gələndə, o miras sizdə də varmı? Ay, imkan verdim ki, olsun. O qədər məşğulam ki, özümdəki hansısa bir bacarıqları, istedadları varsa da örtürəm. Yazı istedadı deməzdim, yazı bacarığı var. Çünki bəzən nəsə yazıram, hardasa sosial mediada, görürəm ki, marağa səbəb olur. Ümumiyyətlə özümün yazdıqlarım var, onları heç kimə göstərmirəm, sosial mediada da göstərmirəm. Maraqlı yazılardır, yumorlu yazılar olur. Çünki mənim gözəl müşahidə qabiliyyətim var və o müşahidə qabiliyyətindən həmişə nələrisə yazıram və özümə xoş gəlir. Bu mənim belə deyim hobbimdir. Poeziyaya belə bir böyük bir marağım yoxdur. Amma nə var? Qulağım çox həssasdır şeirə və ən çox da mahnı sözlərinə. Elə ki mahnıda bayağı söz oldu və o ara sözləri çox oldu ki, qafiyəyə otuzdursunlar, mahnıya otuzdursunlar. Onu elə hiss eləyirəm. O necə ki musiqiçi o xaric not hiss eləyir və başlayır belə qıcıq olmağa. Bax mən həmin o adamam, sözlərə qarşı eləyəm. Çünki mən bilirəm ki, səlis söz necə olmalıdır, mahnının sözü necə olmalıdır. Çünki mənim atamda o istedad mənə daha çoxdur ki, o nəğməkar şairdir. O musiqiyə söz otuzduran adamdır. Və onu da elə otuzdurur ki, orada heç bir bayağı söz, ara söz olmur və dərin məna olur o sözlərdə. Aslında o avazla, o şeirlə böyüyən övladlar fərqlidir. Yəni bizim evimizdə də həmişə saz olub, sözdür, şeirli. Yəni o nə qədər bu gün emosional işdə olsaz da, belə müharibə şəraitində işləsəz də, amma o duyğular, bax görürsüz, mövzumuz dəyişəndən sonra artıq sizdə qəribə bir hüzur, daha bir sakitçilik baş verdi. Yəni həqiqətən buradan da Baba Vəziroğluna hörmətli şairimizə salamlarımızı çatdırırıq. Sizi çox sevirik. Çox sağ olun, çox sağ olun. Allah sizə uzun ömür versin. Maraqlıdır. Günay xanım özündən bəhs edən bir kitab yazsaydı, adını nə adlandırardı? Mən bilmirəm, yəqin belə fəlsəfi demək lazımdırsa, atam yazardı ki, özü üçün kitabdan yazardı ki, məndən bir daha olmayacaq, onun bir sözləri var. Mən amma yox, o cür fəlsəfəyə getmərəm yəqin ki, düşünürəm ki, atam bir şeiri var, havadan danışır bir gözəl xanım. Bax onu yazardım yəqin özümə aid, havadan danışır bir gözəl xanım. Çünki mən çox danışan, yazan, hər şeyi nəql edən adamam və hamısını da həmişə hava ilə, güllə, çiçəklə əlaqələndirirəm. Bütün situasiyalarda biraz romantikam. Mənə elə gəlir ki, bu sözlər məni əks etdirərdi. Çox gözəl. Və sonda Günay xanımın uğur kodeksi. Uğurum yəqin ki, dürüstlüyümdür. Çünki bunu belə yəni etiraf kimi və iddia kimi də deyə bilərəm ki, mən çox dürüst adamam. Əgər bu işdə də, həyatımda da keçdiyim yolu özüm baxsam, təhlil eləsəm, baxaram ki, mən elə dürüstlüyüm, can yandırmağım, yaxşı niyyətim gətirib məni işimdə də bir yaxşı yerə çıxardıb, cəmiyyətdə də bir hörmət sahibi edib deyə düşünürəm. Və mənə gəlir bu keyfiyyət insanlarda çox vacib keyfiyyətdir və bəzən də nadir tapılan keyfiyyətdir deyə düşünürəm. Çox təşəkkür edirəm gözəl fikirləriniz üçün. Mən istəyirəm sonda bizim verilişimizlə bağlı təəssüratlarınızı bölüşəsiz.
Çox sağ olun ki, yenə də dəvət etdiniz məni. Mən də özüm növbəmdə təşəkkürümü bildirirəm. İşdən danışanda gördünüz, çox alovlu danışdım. Özümə gələndə yavaşıdım. Öyrəşməmişəm çox da özüm barədə danışmağa. Amma sağ olun bütün suallarınıza görə. Sizin verilişi də hörmətlə baxıram, izləyirəm və sizdəki o verilişinizdəki səmimiliyi çox üstün tuturam. Mənim üçün səmimi ortam çox vacibdir. Bugün də onu yaratdınız mənim üçün. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün. Mən əminəm ki, sizin verilişiniz, yəni bir yerdə etdiyimiz diskussiyalarla çox maraqlı və izlənən olacaq və hər kəs bundan faydalanacaq. Günay xanım, şair deyir ki, səni sevən çox olacaq, məndən bir də olmayacaq. Günay xanım, vallahi sizdən bir də olmayacaq. Heç kimdən olmayacaq, hamı birdir. Bax belə, bugünkü verilişimizdə sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərədək. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.